27 sentyabr tarixində Konstitusiya və Suverenlik ili çərçivəsində Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri 2-ci Fəxri Xiyabanda və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən şəhidlərin abidə kompleksinin 27 sentyabr Anım gününün 5-ci il dönümü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-sində şəhid olmuş Vətən müharibəsi qəhrəmanı Polkovnik Leytenant Qasımov Faiq Qaçayoğlu'nun anım günü ilə əlaqədar tədbir keçirildi. Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında anım günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu addım şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. 2-ci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu, 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu qələbə tarixdə əbədi olaraq qalacaq. Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-sində şəhid olmuş Vətən müharibəsi qəhrəmanı Polkovnik Leytenant Qasımov Faiq Qaçayoğlu'nun məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyuldu, dualar oxundu. Qubadlı rayon Qayalı kənd sakini Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik Leytenant Qasımov Faiq Qaçayoğlu 2020-ci il sentyabrın 27-sində Ohanyan səddinin ilk yaran hərbiçilərimizdən olub və rəhbərlik etdiyi qrup ilə birgə Füzuli rayon ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 30-a yaxın düşmən əskərini və zabitini məhv edərək qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Polkovnik Leytenant Qasımov Faiq Qaçayoğlu'na ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adı verilmiş, Vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Bugün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.